Salam, hər vaxtınız xeyirli olsun. Kanalıma xoş gəldiniz. Bu videomda sizlərlə asan keks hazırlayacağım. Heç bir ərzaqı ayrı qarışdırmağa ehtiyac yoxdur. Yumurtanı əlavə qarışdırmağa ehtiyac yoxdur. Bütün ərzaqları eyni anda qaba əlavə edirik və qarışdırıb sonra bişirməyə göndəririk. Burada 3 ədəd yumurta, yarım stəkan duru yağ, 1 stəkan süd, 1 stəkan şəkər tozu, 2 yemək qaşığı qarğıdalı nişastası, yarım çay qaşığı darçın, 2 çay qaşığı kakao əlavə edirəm. Sonra üzərindən ununu da əlavə edib qarışdırıram. 1 stəkan yarım toplamda un istifadə etdim. Sizlər 1 stəkanı mənim kimi əlavə edib qarışdırın, yarım stəkan da az-az əlavə edin. Normal keks qatılığında, yəni hər zaman etdiyiniz keks xəmirlərinin qatılığında bir xəmir alınır. Mən balaca keks qablarından istifadə etdim. Sizlər də istərsəniz elə, istərsəniz də uyğun bir listə əlavə edib bişirə bilərsiniz. Burada gördüyünüz kimi 1 stəkan un əlavə etmişdim. Onu qarışdırdım və xəmirin biraz duru olduğunu gördüm. Təzədən yarım stəkan da un əlavə etdim. Və bu yarım stəkan da bəs etdi. İndi isə belə keks qablarının içərisinə keks kağızı əlavə edirəm ki, çıxarmaq daha asan olur, yeməsi də asan olur. Sonra üzərinə də küncüt əlavə edirəm. Küncüt zövqə görədir, istəməsəniz əlavə etməyə də bilərsiniz. Və qoyuram sobaya 180 dərəcədə bişəməyə. Toplamda da 24 ədəd keks alındı. Çox bərəkətli də bir reseptidir. Sizlər də hazırlayın, hazırladığınızda heç peşman olmazsınız. Çox gözəl, içərisi nəmli, yumuşaq kekslər alınır. Gördüyünüz kimi xəmir heç belə pofudik, pıç-pıç olan xəmir deyildi, amma keksi də çox qəşəng alınır. Çox da asandır, heç vaxtınızı aparmayacaq. Hazırlayan hər kəs də necə alındığını şərhlərdə qeyd etsə sevinərəm. Hazırlayan hər kəsə də nuş olsun, sağ olun.